İctimai televiziyada çalışan aparıcı Salih Bağırov. Bəli, o Mətanət İskəndərinin gəlini, keçmiş gəlini Cananya yazdığı şərh ilə gündəmə gəlib. Təbii ki, Canana xanım artıq hazırlaşır ki, onu məhkəməyə versin. Mən Canana xanıma dedim ki, sənin əlin yanındayam, 5 əllə, 10 əllə. Bir kişinin qadını belə təhqir etməyə ixtiyarı yoxdur. Cananya hörmət qoymaya bilərsiniz, amma axı o Mətanət İskəndərinin gəlinidir. Mətanət İskəndərinin bu dünyada ən çox sevdiyi övladları və nəvələridir. Canana xanım Mətanət İskəndərliyə nəvə verib və nəvələrin anasıdır. Canana xanım yazıb ki, Mətanət İskəndərinin doğum günü olub, ora gedib, onu təbrik edib və fotolar paylaşıb ki, qaynanamla, həm video paylaşıb, həm foto qaynanamla. O görüntüləri siz də görmüsünüz də, Canana xanım maraqlı bəzənmişdi. Salih Bağırov, aparıcı, görün Azərbaycan xanımına nə yazıb, ona görə deyirəm, Canana xanım sizin yanınızdayım, sona qədər gedin. Bəzi kişilərə yerini göstərmək lazımdır, çünki çox çaşırlar. Nə yazır Salih Bağırov? Həmin görüntüyə Salih Bağırov, bu qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir. Salih Bağırov, siz hardan bilirsiniz o şərəfsizdir, şəxsiyyətsizdir? Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır. O heç nə itirmir. 3 evladı var, müğənnidir, normal çalışır. Nə itirib ki? Ailə dağıdılır, o qədər insanlar var ailəsindən ayrılıb. Bunun kimi mənliyini ayaqlar altına atan kəs ancaq belə davranış göstərə bilər. Belə alçaq xislətli olanlardan uzaq kəsmək və şiddətlə qınamaq lazımdır ki, bu küçə adamı öz küçə davranışları ilə görünməsini heç yerdə və yerini bilsin. Salih Bağırov, siz hardan bilirsiniz Canana küçə qadınıdır da, üzr istəyirəm, küçə davranışlıdır, küçə adamıdır. Bax, burada siz belə yazmışsınız da. Mən demirəm, sizin yazdıqlarınızı mən oxuyuram. Siz hardan bilirsiniz ki, o küçədə necə davranır? Siz hardan bilirsiniz ki, o küçə adamıdır? Bunun üçün bilirsən, neynirlər adamı bu sözlərə görə? Mən Canananın yerinə olsaydım, mənə belə yazsaydınız, adamı bilirsən də bu dilin neynirlər? Bu dil bir də baxırsan ki, adamın boynunun arxasından danışır. Siz 3 uşaq anasını niyə belə təhqir edirsiniz? Siz özünüzü nə hesab etmişsiniz? Nə aparıcısınız da? Sizi kimi Azərbaycanda o qədər aparıcılar var ki, heç kim onları tanımır. Heç kim. Azından insanın daxilində bilmirəm, bir qadına, Azərbaycan qadına fərqi yoxdur. Dünyada yaşayan hər bir qadına hörmət olmalıdır, hörmət etmək lazımdır. Siz bu ifadələrlə nə demək istəyirsiniz? Və olduqca təhlükəli bir əxlaqdan bir xəbər nümunədir qızlara. Tam haqlısınız hər kəlmənizdə, sözlərinizdə, yəni belə də razıyam sözlərini yazıb. Əlbəttə deyir ki, Canana artıq polisə şikayət etdiyini deyib. Canana xanım, mən sizin yanınızdayam. Belə kişilərə yerini göstərmək lazımdır ki, çünki bəzən kişilər çox çaşır. Çaşanda da sizi kimi xanımlar, mənim kimi xanımlar onları aşdırmalıyıq. Mən sizin yanınızdayam. Sona qədər gedin. Bax, burada bir ifadə işlədir. Küçə davranışları ilə, küçə adamı. Bu söz çox ağır bir sözdür. Çox ağır sözdür. Mən sizin yanınızdayam, Canana xanım.